1994-cü ilin yanvarında Azərbaycan ordusu tərəfindən həyata keçirilən Horadiz əməliyyatı 1-ci Qarabağ müharibəsi dövründə qazanılmış ən mühüm hərbi uğurlardan biri kimi tarixə düşüb. Həmin dövrdə gerçəkləşən əməliyyat Azərbaycan ordusunun döyüş qabiliyyətinin, iradəsinin və təşkilatlanma səviyyəsinin yüksəldiyini açıq şəkildə nümayiş etdirib. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 1-ci Qarabağ müharibəsinin ən uğurlu hərb əməliyyatlarından sayılan Horadiz əməliyyatından 32 il ötür. 1993-cü ilin dekabrından başlayan və 1994-cü ilin yanvarın 6-sına dək davam edən Horadiz əməliyyatı nəticəsində qısa müddətdə 21 min hektar ərazi, Füzuli rayonunun Arazboyu 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Peşəkar planlaşdırma, düzgün seçilmiş hücum istiqamətləri, taktiki manevrlər və şəxsi heyətin yüksək döyüş ruhu nəticəsində düşmən ağır itkilər verdi. 1994-cü il yanvarın 5-də Azərbaycan ordusunun əskərləri Horadizə daxil olaraq Azərbaycan bayrağını ucaltdılar. Horadiz əməliyyatında misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın milli qəhrəmanı adına layiq görülüb. Bu uğurlu əməliyyat ümumilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilib. Bu uğur həm hərbi, həm də mənəvi baxımdan Azərbaycan səmimiyyətində, cəmiyyətində böyük ruh yüksəkliyi yaratdı. Horadiz əməliyyatı nəticəsində strateji yüksəkliklər və mühüm mövqelər möhkəmləndirildi. Düşmənin bölgədəki hərbi planlarına ciddi zərbə vuruldu. Xüsusilə qeyd olunmalıdır ki, Horadiz əməliyyatı ümumilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra onun siyasi iradəsi və Ali Baş Komandan kimi müəyyənləşdirdiyi prinsipial xətt əsasında həyata keçirildi. Məhz ulu öndərin qətiyyətli rəhbərliyi, ordu quruculuğunu prioritet məsələ kimi müəyyən etməsi, vahid komandanlıq sisteminin yaradılması və silahlı qüvvələr üzərində dövlət nəzarətinin gücləndirilməsi bu uğurlu əməliyyatın reallaşmasına imkan verdi. Horadiz əməliyyatı Heydər Əliyevin güclü ordu, güclü dövlət strategiyasının ilk real hərbi nəticələrindən biri kimi tarixə düşdü və Azərbaycan ordusunun gələcək qələbələrinin əsasını qoydu. Döyüşlər zamanı Azərbaycan əskər və zabitləri misilsiz igidlik, qəhrəmanlıq və fədakarlıq nümayiş etdirərək torpaqların müdafiəsi uğrunda canlarından keçməyə hazır olduqlarını göstərdilər. Hərbi ekspertlərin fikrincə Horadiz əməliyyatı sonrakı illərdə Azərbaycan ordusunun inkişaf strategiyasının formalaşdırılmasında mühüm rol oynayıb. Bu əməliyyat hücum xarakterli döyüş əməliyyatlarının planlaşdırılması və icrası baxımından qiymətli təcrübə yaradıb. Ordunun gələcək uğurlarına ideoloji və hərbi zəmin formalaşdırıb. Məhz bu zaman 2020-ci ildə Vətən müharibəsində qazanılan möhtəşəm tarixi zəfərin əsaslarından biri kimi dəyərləndirilir. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı xalqımızın yaddaşında ordunun gücünə və qələbə əzminə inamı bərpa edən, müstəqil dövlətin hərbi qüdrətini nümayiş etdirən mühüm hadisə kimi əbədi qalacaq.